salam elə. Hə, Hı hı. Deməli, metallardan başlayırıq da. Metallar bizim gündəlik həyatımızda, məişətdə, sonra alətlərin hazırlanmasında ümumiyyətlə metallardan çox istifadə olunur. Hı hı. Metallar iki yerə bölünür. Əlvan metallar və qara metallar. Ə, Qara metallar dəmirin və onun ərintisindən karbonla ərintisinin qarışığından yaranır. Polad, çuqun və manqandır. Hı Əlvan metallar isə alüminium, mis, gümüş, sink, titan, qroşu, maqnezium və latyum və s. Bunlar əlvan metallardır. Sonra nə deyək? Bunlardan istehsal yəni əmək alətlərinin hazırlanmasında, məişət avadanlıqlarının, ümumiyyətlə avtomobil kuzovları, sonra velosipedlər, ümumiyyətlə də ətrafımızda bütün yəni demək olar ki, əşyaların hazırlanmasında çox yəni istifadə olunur metallardan. Sonra harda qalmışdım? Nazik təbəqəli polad qalınlığı 2 millimetrə qədər olan metal vərəqlərə nazik təbəqə deyilir. Nazik təbəqə deyilir. Hə, poladdan, alüminiumdan və başqa əlvan metallardan da hazırlana bilir nazik təbəqəli metal. Sonra əlvan metallardan sadalasaq, məsələn, polad özü dəmirin karbonla ərintisindən yaranır və ağır materialdır. Amma polad Gümüşü bilirik ki, rəngdə qara olur. metallara aiddir, düzdürmü? Polad qara. Bəli. Hı hı. Qara metallar ağır metaldır, gümüşü rəngdə olur. Sonra əlvan metallardan alüminium yumşaq və yüngül metaldır. Sonra o da gümüşü rəngdə olur. Sonra düralüminium misin alüminiumla qarışığından, ərintisindən yaranır. Sonra mis ağır metaldır, qırmızı rəngdədir. Latun isə misin sinklə ərintisindən yaranan metaldır. Sonra Aha. yadıma düşdükcə. Doğru, eybi yox. Olsun, hansı yadınızda qalıb onu deyin. Bəs yaxşı, Bəli. tənəkə nəyə deyilirdi? Tənəkə qalınlığı 0,2 mm-dən 0,5 mm qədər olan metal vərəqlərə deyilir. Və qalaylanmış tənəkə vardır. Tənəkə var idi. Bir də qalay örtüyü olmayan tənəkə var. Bunlara qara tənəkə deyilir. Məsələn, ağ tənəkədən əsasən konserv bankalarının hazırlanmasında istifadə edilir. Sonra sinklənmiş, sink təbəqəsi ilə örtülmüş tənəkəyə sinklənmiş tənəkə deyilir. Hı hı. Doğru. Bu Bunlardan teneke da de bilirsiniz de ne? O Türkler de deyir buna teneke. Bilmirəm değişdiniz yox. Sonra buna içkilər var ya, onların görürsünüz necə nazikdir. bəli, Ay salma bəli, qabıqları da nazik belə deyim təbəqə. qabları. Bəli, bax onlar Bəli. tənəkədəndir. Çünki görürsüz naziklik nə qalınlığı deyir ki 0,2-dən 0,5 milliyə qədər. Hə? Bir də Bəli, onların qalınlığını çox müəllim qarışır. Bu oldu tənəkənin qalınlığı 0,2, tənəkə. 0,5. Amma nazik təbəqə metalın qalınlığı nə qədər oldu? Bayaq dediniz ha. O 2 millimetrə Aa, qədər şimdi onunla bunun oldu. qalınlığı neçə kim qalır? Bax, tənəkə Bəli. qalınlığı daha azdır. Belə yadda saxlayırıq. Bəli. Aha. Sonra bunlardan da yenə də məişət əşyalarının, sonra əmək alətlərinin hazırlanmasında istifadə olunur və s. Hı hı. Sonra nə deyək, məftilin hazırlanması. Yo, onlara keçməyək. Gəlin bir sual verim, ondan sonra ardın digər Bəli, müəllimlərdən. Birdən sizə deyəcək ki, nazik bəli. təbəqə metal əldə eləmək istəyirəm. Nazik təbəqə metal hansı dəzgahlarda alınır? Prokat dəzgahlarında Aha. alınır. Prokat dəzgahında nələr olur? Hissələrini deyirsiniz. Dircəklər üzərində vallar arasında pəstah yerləşir və vallar hərəkət edərək pəstahı deməli tənəkə formasına gətirirlər. Belə deyək. Baxın bilirsiniz nə deməkdir o? Məsələn, yuxarıda da val, aşağıda da val, altda da dircəkləri olur. Onların da Bəli, arasına nazik təbəqəli metalı qoyulur. Orada məsəl. hərəkət elədikcə nə olur? Metalın, bax qalınlığın deyir, nazikləşdirir.
Hı? Nazik təbəqə Nazikləşdirməli. metal. Bax belə deyim də mən burada həmişə nəyə misal çəkirəm? Adicə bu yuxa yayırığı yuxa, düzdürmü? Nəsə Bəli. biləcəkdik. Hı -hı. Oxlovla yaydıqca nə olur? Onu nazikləşdirirsən. Elə Nazikləşdirməli. buna deyilir də Bəli. qalınlığını əldə eləmək. Yəni istədiyimiz o qalınlıqda əksinə əslində Bəli. burada mahiyyət nədir? O nazikliyi əldə edəndə biz saxlayırıq prosesi. Bax nazik təbəqə metal da sıxaraq nazikləşdirir, bəli. Nə edir? Sanki deyəcəklər də orada onu nedir? Səthi nazikləşdirir də belə deyək. Və nazik təbəqə metal əldə olunur. Doğrudur. Bəli. Aha, gəlin bir-iki Bəli. suallar verək. Dedik onun rəngi qırmızıdır. Nədən söhbət getdi? Qırmızı rəngdə. Misdən, mis Misdən, yaxşı. Bəs sarı rəngidir, rəngdə? Latonun rəngi sarıdır. Aha, laton nədən nəyin birləşməsindən yarandı? Laton mislə sinkin birləşməsindən, Ay, sən laton. əritindən yaranır. Doğrudur, yaxşı. Metallar istiliyi, elektriyi keçirmə qabiliyyətinə malikdir, yoxsa keçirə bilmir? Bəli, kəmliyinə, bərkliyinə və istiliyi saxlama qabiliyyətinə görə daha çox istifadə olunur. Bəli, möhkəmliyi var, istiyə davamlıdır, elektriki keçirir, Davamlılığına, düzdürmü? bəli, Möhkəmliyi bəli. olsun, doğrudur. Bəs birdən sizə deyir ki, nazik təbəqəli poladın neçə növü var? Nazik, deməli, iki növü var. Ağ tənəkə, bir də qara tənəkə. Düz Təkcə dedim. iki növü. Sinklənmiş Ay, sən, tənəkə də var, tənəkə. bəli. Demək, üç növ götürəcək. İki Doğrudur. növü, bəli. İyi. Sinklənmiş. Aha, yaxşı. Sizinlə bu qədər Sona müəllimə təşəkkür edirik. Demək, belə. Təşəkkür edirəm. Siz də sağ olun. Keçək digər müəllimlərimizə. Birazdan yol alsam. Sizin vəziyyətinizi bilirəm. Hələ ki, siz saxlayıram Samirə müəllimə. Heç sual cavab olunmayanlardan görüm kim var. Müəllimlərdən biri yazıb ki, digər kitab yazır ki, mis qırmızımtıldır. Qırmızımtıl və ki, qırmızı fərqi nədir ki? Eyni şeylərdir. Yoxsa variant olanda bir dənə variant olacaq. Tez və dərhal keçək. Digər müəllimlərdən biri kim gəlir? Heç sual cavab olunmayan müəllimlərdən. Kim var? Çünki sınavımız da var. Nəzərə alaq müəllimlər. Mövzuları bugün tez bitirməliyik. Kim gəlir? Heç sual cavab olunmayan. Hə, bugün desən hamısı sur. Elə vaxtda hamısı birdən deyir mən gəlim. Aytən Danışım müəllimə, müəllimə. Aytən müəllimə elə bilsin ki, sizə sual cavab eləmişəm. Yox. Hə, keçən səfər mövzunu danışdım sonra. Onda sizi də saxlayıram hələ ki. Sizi də Oldu. saxlayıram. Sonra görüm kim var. Heç sual cavab olunmayan. Hı? Sual cavabsa mən gələ bilərəm. Amma mən Müəllim də müəllim. çıxsın. Sizə iki dəfə sual cavab eləmişəm deyəsən. Yadımda qalmısınız. Bəli, bəli. Sizi də saxlayırıq. İlk dəfələr gələ bilər, bəli. Bəli, Leyla müəllimə. Davam eləyək sizinlə. Tamam. Aha, mövzunun ardını danışın. Mən də danışmamışam. Yox. Mövzunu danışım. Bəli, bəli, bəli. Davamın. Onda 15-ci mövzu. Yox, bu mövzunun ardı qalıb. Bax, bayaqdan bizi dinləmirdiniz Leyla müəllimə. Yox, dinləyirdim. Hə, tamam. Aha. Deməli, nazik təbəqə metalın 3 növü var. Yox, qalınlığı 2 millimetrə qədər olan metallara nazik təbəqə metal deyilir. Bax, biz oraları danışmışıq. İndi dayanın görün. Biz dərs danışanda fikriniz hardaydı? Siz ağ tənəkə, qara tənəkə, singlənmiş tənəkə. Bu hissədə idi. Qalınlıq Xeyr, bayaq olmadı. biz orada değildik. Sizin fikriniz hardaydı? Siz hardaydınız? Xeyr, müəllim, mən dinləyirdim. Naşdin qulağımdaydı. Ya, fikriniz harasa gedib? Məftillərdən danışın görək. Məftillərdə qalmışıq. Ən kəsi dairə, kvadrat olan saplara məftil adlanır. Məftillər prakat və çəkmə üsulu ilə alınır. Prakat dəzgahlarında və çəkmə üsulu ilə alınır. Katanka 5 mm-dən artıq olan qalınlığı 5 mm-dən artıq olanlara katanka deyilir. Katankanın daha nazik versiyasını əldə etmək üçün katankadan çəkmə üsulu ilə daha nazik məftil alınır. Sonra orada başqa nə var idi müəllim? Mən heç belə öyrətmişdim. Bilmirdim bu oldu. Evdən sual cavab edəcəksiniz. Elə suallar verəcəm, narahat olmayın. Məftillərdən nələr hazırlanır? Məftillərdən bu bataryaların bilmirəm müəllim. Məftillərdən nə? Elə Elektrik, naqillər. mis, şunur, şurup, mismar, məftillər. Hərcim, yay, Hərcim, yay. elektrik naqillər. Hə, yazıqlar olsun. Yaxşı.
Davam Zaten bir de edək. məftillər iki yerə bölünürdü. Qalın nazik, bir də izolasiya edilmiş, izolasiya edilməmiş də var idi. Aha, yaxşı. Ətraflı məlumat üçün çox sağ olun Sevinç müəllimə. Aha, Leyla müəllimə bizə deyin görək. Nazik təbəqə metal hansı dəzgahlarda əldə olundu? Nazik təbəqə metal bu prokat dəzgahlarında əldə olunur. Aha, yaxşı. Yüksəklik valları. Sadəcə soruşur ki, sizdə məftil hansı dəzgahlarda alına bilər? Prokat və çəkmə üsulu ilə Bəli, alınır. prokatda da alına bilər, çəkmə üsulu ilə də. Amma indi qalın nazikliyinə görə fərqlənəcək. Bəs yaxşı, katanka hansında əldə olunur? Qatanka prokat Katanka, dəzgahlarında Aa, alınır. doğrudur. Amma daha nazik məftil hansında? Çəkmə üsulu ilə alınır. Doğrudur. Digər müəllimlər mikrofonu bağlasın da xahiş edirəm. Kimlərsə bax mikrofon açır, xışıltı gəlir, evdən oradan səsləriniz gəlir müəllimlər. Sonra da fikriniz yayınır. Zəhmət olmasa hamı mikrofonlara diqqət eləsin. Demək, o suallarda müəllimlər qarışır, onu istəyirəm ki, bir də təkrar edək. Sadəcə bizə desə ki, demək nə, nazik təbəqə metal. Bu hansında əldə olundu, bir də təkrar edirik. Ən çox onu Nazik təbəqə qarışdırırıq. metal prokat dəzgahlarında əldə Bəli. olunur. Nazik təbəqə metal da məftil heç kim qarışdırmasın. Tez bunu bir də fərqini izah edirəm. Məftil nədir müəllimlər? Metaldan olan bir məftildir. Bax bu məftildir məsələn. Nazik, müəyyən uzunluqda, müəyyən qalınlıqda. İndi qalınlığından işimiz yoxdur. Amma təbəqə metal nədir? Tutaq ki, mənim bir əlim ölçüdə. Bu mənim üçün nazik təbəqə metaldır. Yəni metal müəyyən bir ölçüdə ola bilər, düzdürmü? Bu olacaq tutaq ki, nazik təbəqə metal, nəsə belə bir lay bir şeydir və ya ki olsun bu. Bu bizim üçün nədir? Nazik təbəqə metaldır. Yəni lay bir şeydən söhbət gedir. Amma belə uzun versiya nədir bu? Məftillərdir. Deməli nazik təbəqə metal deyəndə mən o boyda belə lay bir metalı necə çəkmə üsulu ilə çıxarda bilərəm? Çəkmə üsulun belə düşünün ki, dəlikdən, deşikdən keçirdisən. Bu mənim nazik təbəqə metalımdırsa, mən bunu necə çəkmə üsulu ilə götürə bilərəm axı testdə? Tezkən götürürsünüz ki, mövzumuzun əvvəlki səhifədə var idi. Vallar, deyəcəkli valları və s. Orada nə etdik? Bayaq danışdıq. Vallar arasından keçirtməkdən. Bu oldu nazik təbəqə metal prokat dəzgahında. Sonra sadəcə sual gəlsə məftil. Nə demir nazik məftildir, nə demir katankadır, heç bir şey. Məftil hər iki üsulla əldə oluna bilər. Deməli, həm prokat dəzgahında, həm də nə? Çəkmə üsulu ilə. İndi qalınlığına, nazikliyinə görə fərqlənəcək. İndi keçirəm katanka. Katanka biraz qalınlığı çox olan məftildir də, belə deyim. Qalınlığı nə qədər olur? Deyin görüm. Yəni 5 eyni mm-dən diametri. artıq. 5 Tamam. mm-dən 5 mildən çox. Deməli katanka hansında əldə olunacaq? Katanka prokat dəzgahlarında əldə olunur. Bəli, Amma prokat. 5 mm-dən artıq olmamalıdır. Yəni mən belə 5 mm-dən Artıq artıq olmamalıdır, yoxsa artıq olmalıdır? Olmalıdır, Artıq müəllimə olmalıdır. 9 milliyə qədər olur özdə. Bəli. O sual mən hər zaman deyirəm. Nəsə bir sehirli sualdır. Bax, inanın ki, 3 gündən sonra test işləyin, çoxu yenə səhv yazacaq. Yadda saxlayın, onun diametri 5 millidən çox olur. Bax, yenə də onu o qədər hər il görürəm də mən bunu. Bilmirəm niyə onu müəllimlər yadda saxlaya bilmir. Katankanın diametri 5 millidən çox olur. Leyla müəllimə digər versiya deyirəm. Bax, elə onun biraz qalınlığı çox olduğuna görə biz onu çəkib nazikləşdirə bilmirik də, ona görə gedirik prokat üsuluna. Belə yadda qalar. bəli. Aha. Amma indi daha nazik məftil istəyirəm. İndi hansı əldə olunacaq, hansında? Çəkmə üsulu ilə əldə olunacaq. Doğrudan müəllimə nəsə onu yadda saxlamaq. Bilirəm də hər il elədir. Nəsə o bu 5 millidən nəsə bir sehir var ki, müəllimlər çox səhv yazır. Bəli, daha naziki istəyirəmsə, deyir ki, katankadan nə? Çəkmə üsulu. Artıq dəlikdən, deşikdən keçirt, biraz da bunu nazikləşdir. İnanıram ki, bu izahdan sonra heç kim onları qarışdırmayacaq ki, hansı üsuldan əldə olunur. Bizə deyin, görək hansını deyin. Məftillər hansı materiallardan deyirdi hazırlana bilər? Kitabımızda bir neçəsinin adını çəkirdi. Polad, latun. Düz deyirəm mən. Hə, Poladdan, latundan, sonra latundan, İnanılmaz. Misdən, alüminiumdan. bəli. Bax, onun adları hansı varsa testdə, kitabda hansı varsa testdə də onu istəyəcək. Bax, polad ən çox Mən istifadə mən elədiyimiz. birinci dəfədə mən testdə bunları rahat tapmışam Aha. hər dəfə. Aha. Yəni əzbərçi kimi. İndi danışanda biraz Bilirəm, elə müəllim var, testə tətbiq eləyə bilir, sual-cavabda qarışdırır. Mənə deyin görüm, katanka da deyirəm, şeyi soruşuram, tənəkənin qalınlığı nə qədər olur? 0,2, 0,5. Tənəkədə bu qədər, amma nazik təbəqəli metalda 2 mm. 2 2 millimetrə. Örtüyü olmayan tənəkə necə adlandı? Qara tənəkə, örtüyü olan ağ tənəkə, Hı -hı. bir də zinlənmiş tənəkə. Aha, Zinc. yəni
Örtüyü olan deyəndə ki, ağ tənəkənin səthinə nə çəkilir? Mis, latun, qalay, nə bilim, bunlardan hansı çəkilir? Hansı çəkilir? Mis? Yox. Hə. Qalay. Qalay. Qalay təbiriz. Qalay. Hə? Özə demişdim ki, qalayda Qalay. A hərfləri var. Ağ tənəkə bərabərdir. Qalay. Onda da A'lardır. Hə? Örtüyü olmayan tənəkə qara tənəkədir, amma sinklə örtülübsə bu olur sinklənmiş tənəkə. Mənə deyin görüm, misin rəngi ruhu nə rəng oldu? Mis. Mis qırmızı rəngdədir, ağır metaldır. Aha, bəs dür alüminium nədən nəyin ərintisində birləşməsindən yarandı? Gümüş Mis və rəngdədir. sinkin. Alüminium və yox. Dür Mis alüminium, və sinkin qarşılığından. O biri müəllimlər səsi bağlasın. Aha, dür alüminium alüminiumla dəmirin qarşı. alüminiumla dür alüminium. Neysə qarşılığı idi. Alüminiumla misin. Misin, hə. Aha, yaxşı. Leyla müəllimənin ilk sual cavabı idi, amma gələn dəfə daha yaxşı olsun. Yaxşı Leyla müəllimə. Yaxşı. Sizinlə bu qədər. Qayıdıram kimə? Günel müəllimə, siz keçən dəfə sual cavabı olmusunuzmu? Dönəcəm. Müəllimə, mən danışım. Müəllimə olmamışam. Aha, yaxşı. Günel müəllimədən başlayaq, sonra Sayali müəlliməyə dönəcəm. Hər keçən dəfə demişdim, dönəcəm sizlərə Sayali müəllimə. Dönəcəm indi. İkinci mövzuya başlayaq tez. Bir də axşamınız xeyir olsun. Axşam. Səsim biraz tutulub, üzrlü hesab eləyin. Allah şəfa versin. Yəqin Çox nasazlamısın. sağ Hə? Bəli, biraz soyuq deyib mənə, üstünüzə sağlıq. Aha, buyurun Allah kömək. Deməli, çingəl verişsək haqqında danışıram. Mhm. Demək, metalla işləmək üçün xüsusi təchiz olunmuş alətdir. Deməli, çingəl verişsakı, hansı ki, həm kombinə olunmuş var, həm də adi çingəl verişsakından istifadə olunur metalla işləyən zaman. Mhm. Çingəl verişsakı özü hissə olaraq metal karkasdan, qoruyucu ekran, daha sonra deməli, stol üstü qapağı idi, oturacaq və onda deməli pəstahın bərkidilməsi üçün nəzərdə tutulan məngənədən ibarətdir. Bu adi verişsaka aiddir. Kombinə edilmiş verişsakda eyni ilə bu şəkildə hissələr eynidir, amma fərq ondadır ki, burada alətlər üçün yeşik nəzərdə tutulmayıb. Deməli, adidə var metal çilingər verişsakı, adi çilingər verişsakında alətlər üçün yeşik var, amma kombinə edilmişdə bu yoxdur. Aha, Digər hissələr isə eyni ilə bu şəkildə deməli təkrar olunur. Daha sonra məngənə özü də çilingər verişsakının üzərində qurulmuş bir belə deyək tərtibatdır. Hansı ki, pəstahı bərkidirlər bu məngənədə və üzərində proses iş icra olunur. Məngənənin hissələri demək hərəkətsiz dodaq, hərəkətli dodaq, dayaq çatısı, bir də nə idi orada? Dəstəyi var. Dəstəyi, Ona hərəkətə link də gətirmək. deyirik də, düzdürmü? Bəli, link də deyilir, dəstək. Hansı ki, hərəkətli dodaq, hərəkətsiz dodağa deməli saat əqrəb istiqamətində fırladanda birləşəcək, hansı ki, deməli pəstahı sıxmaq üçün. Mhm. Sonra bir də orada nə var idi? Hə, məngənənin sxemi haqqında verilmişdi orada. Burada da deməli hərəkət yəni bir halqadan digərinə hərəkətlidən hərəkətsizə doğru ötürülürdü. Mhm. Sonra başqa nə var idi orada? Başqa alətlər verilmişdi. Kəlbətin, sonra çəkic, burğular. Aha. Bir də orada var idi sağanaqlar. Düzdürmü? Adları Sağanaqlar yadınızda 4 qalır. növdə idi. Deməli, prizma şəkilli idi, künclü, fiqurlu, biri də hansı? Dairəvi. Bir də Dairəvi, prizma şəkilli, künclü, fiqurlu. Doğrudur, bəli. Bir də testlərə bilsiniz nə düşür? Məsələn, tutaq ki, məngənədə nə isə bərkitdim. Nə vaxt emal etməyə başlamalıyam? Pəstahı. Nə vaxt emal edim? Tam əmin olduqdan sonra da bərkidiyinə. Bərkitməni tam, Aha, yəni işimi icra eləyəndə tam bərkitmişəmsə, əminəm ki, artıq o möhkəmliyi təmin etmişəm, ondan sonra icra etmək olar. bəli, bax o testlərə düşür ki, nə vaxt deməli tam əmin olaq ki, rahat, yəni etibarlı bərkitmişik, ondan sonra doğrudur. Deməli dəstəyi biz hansı istiqamətə fırladırıq?
Saat əqrəb istiqamətində. Aysa bu zaman ne edirdi? Wind deyirdik. Pəs daha dodaqlar arasında başlayır sıxmağa. Sıxmağa. Düzdürmü? Aysa. Dodaqların da bilirik də biri hərəkətli olur, biri nə? Bir digəri hərəkətsizdir. Aysa. Yaxşı, belə bir sual verim. O dəstəyə tərəf birləşən dodaq hərəkətlidir, yoxsa hərəkətsizdir? Hərəkətlidir. O hərəkətlidən hərəkətsizə doğru istiqamət alır, pəs daha sıxır. Doğrudur. Dodaqların biri məsələn dəstək tərəfdə olur, biri də o dayaq çatısına tərəf. Düzdürmü? Bəli. Dayaq çatısına tərəf olan dodaq hərəkətsiz olur, amma o dəstək lingə birləşmiş dodaq isə hərəkətli olur. Biz dəstəyi fırlatdıqca təbii ki bu gedir ona yaxınlaşır. Hə? Bəli. Deməli, belə bizə tez və dərhal deyin görək katanka hansı dərəcələrdə əldə olundu? Katanka Hı -hı. prakat dəzgahında. Çünki qalın idi məftil Aysa, orada. onu elə yadda saxlayırıq. Diametri nə qədər oldu? 5 millimdən çox olurdu. Aha, yaxşı. Daha nazik məftil hansında əldə olundu? Çəkmə üsulu ilə. Aha, amma nazik təbəqə metal hansında əldə olunur? O da prakat dəzgahlarında. O da prakatda, amma sadəcə desək ki, məftillər ümumiyyətlə hansılarda əldə oluna bilər? Sadəcə məftillər çəkmə üsulu ilə. Salam, salam. Sadəcə məftillər soruşuram. Demirəm nə qalındır, nə nazikdir. O zaman nə Onda demişdik? prakat və çəkmə üsulu ilə. Bəli, hər ikisi. Bəli. Baxın, katanka deyəndə deməli mən bunu qalınlığına görə böldüm. Daha nazik deyəndə yenə qalınlığına. Amma sadəcə məftillər, yəni hər ikisində. Yaxşı. Dedik ki, nə ağ tənəkən səthi nədən örtülüb? Ağ tənəkənin səthi üzdə olduğuna görə qala ilə. Doğrudur. Yaxşı. Sizinlə də bu qədər Günel müəllimə Çox sağ olun, keçək. müəllim. Siz də sağ olun. Sayali müəllimədən növbəti dərsə. Salam müəlliməm. Sağlam, Təbəqə sağlam. metal və məftilin düzəldilməsi, təbəqə metal taxta və ya əlvan çəkicin köməyi ilə və yaxud da taxta çirciyin köməyi ilə düzəltmə lövhəsi üzərində hazırlanır. Metal təbəqəni ilk öncə lövhə üzərinə qoyuruq, sol ələ əlcək və əllik geyinirik və sağ əllə çəkic zərbələri endiririk. İlk öncə yəni düzəltmə lövhəsinin üzərində qabarıq səth üzərində olmaqla qoyulur. Yəni kənarlardan qabarıq səthə doğru, yəni mərkəzə doğru olaraq döyəclənir. Yumşaq təbəqələr adətən taxta çəkic və yaxud da taxta tirciyin köməyi ilə düzəldilir. Qalın məftil isə düzəltmə lövhəsində yastağız kəlbətinlə sıxmaqla düzəldilir və yaxud da çəkiclə döyəcləməklə düzəldilir. Və yaxud da mismar bir neçə nazik yumşaq məfdili cərgə ilə vurulmuş bir neçə mismarın arasından keçirtməklə də düzəltmək olur. Və bunların düzəldiyini əmin olmaq üçün xəttkeşin elə bil metal təbəqənin və məftilin səthinə xəttkeşin tilini qoyub qabarıq aralıqlardan işığın sızmasından bilinir ki, yəni bu tam olaraq düzəlib yoxsa düzəlməyib. Doğru. İşıq axını çox düşsə, deməli tam olaraq düzəlməyib də. bəli, deməli düzəldilməni keyfiyyətsiz yerinə yetirmişik. İndi gəlin belə bir sual verək. Tutaq ki, ramal nə edib? Metal təbəqəni qabarıq səthi yan tərəfdə olmaqla düzəltmə lövhəsinin üzərinə qoyub. Sonra mərkəzdən kənara doğru tirciklə döyəcləyib, çəkiclə hamarlamağa cəhd edib, amma istədiyi nəticəni əldə eləməyib. Hansı hissələrdə, hansı mərhələlərdə yanlışlıq var? İlk öncə yan səthə qoymamalıdır, qabarıq səth üzərində olmalıdır və kənarlardan mərkəzə doğru, qabarıq səthə doğru döyəclənməlidir. Aha, kənardan deyirsiniz ki, mərkəzə doğru. Təkcə bu iki Bəli. dənə idi, başqa yanlışı yox idi ramalın. Bir də sual təkrarlaya bilərsiniz, yadımda onlar qaldı. Təkrarlamıram indi. Aha. Aha, görüm yaxşı, təkrarlamadan kim tutdu? Başqa yanlış var idi, yoxsa yox idi? Mən deyim, Şəlalə müəllimə, Mən- Güllü müəllimə deyin biriniz, fərq eləmir. mən. Deyin. Orada çəkiclə hamarlamaq olmaz. Çəkiclə döyəclənir, taxta tirciklə hamarlanmalı idi. Ay, Bəli. doğru. Əslində indi bilirəm. Bu sualı test formasında salsam, olsa müəllim bir neçə dəfə oxuyacaqsınız bunu. Müəllim bir neçə dəfə oxuyacaq, tapacaq. Düzdürmü? Diqqətli olsa da indi bir dəfə verdim deyəndə ona görə başa düşürəm sizə, amma təbii ki, ikinci dəfə indi təkrarlamaq istəmədim. Hə, Sayəli müəllim. Deməli orada dedik ki, nə edib? Demək taxta tirciklə. Sualda belə oldu ki,
Amma taxta Yox, çəkiclə çəkiclə döyəcləyib, yo, əksin demişdim. Tirciklə döyəcləyib, güya ki çəkiclə hamarlamağa cəhd eləyib. amma çəkiclə döyəcləyib, tirciklə hamarlanır. Aha, bəli. Yəni 3 dənə yanlışlığı vardı. Yaddan çıxartmayaq. Məsələn, ta ki bu mənim metal təbəqəmdir. Düzdürmü? Nazik təbəqə metaldır. Nəysə düzəltmək istərsə, mənim fikrim dağılmışdı. Bir onu bildim, nəysə düzəltmək istəyir. Hə, niyə fikriniz dağılıb müəllim? Deməli, bu mənim metal təbəqəmdir. Düzdürmü? Qabarıq səthi var. Qabarıq səthidir. Bu düzəltmə lövhəmdirsə, nə etməliyəm? Qabarıq səthi yan üstə qoyula bilməz. Deyirdik ki, qabarıq səthi üstə qalmalıdır. Yalnız üstüyə. Aysa. Ondan sonra Kənarlardan çəkidim. səhv edilməsi. Kənardan mərkəzə doğru döyəcəyim, yoxsa mərkəzdən kənara? Buna bir də toxunaq. Kənarda mərkəzə doğru. Deyirdik ki, kənardan bax. Onu Müəllim, çox müəllimlər qarışdırır testlər. Samira müəllimənin keçənlə açar sözü vardı. Orada deyirdi Kənan Emin. Aha, bəli. Kənan Əmimi neçə yerdə deyirik, hə? Doğrudur. Demək, müəllimlər, yadda saxlayın ki, niyə? Baxın, biri var ki, mərkəzdən kənara getsən, sən bu qabarıqdır da çox. Bunu belə deyim, yassılamaq çox çətin olar. Amma baxın, kənarı necə yadda saxlayın. Buradan yavaş-yavaş döyəcək. Birinci bu hissəni yassılayıram. Birinci bura. Əsas hissəyə qalib gəldim sanki. Ona görə yadda saxlayın ki, kənardan mərkəzə doğru. Bəli, Kənan Emin. Və orada təbii ki, mütləq çəkicidən döyəcləmək taxta tircik yalnız hamarlamağa xidmət edir. Hamı yadda saxlasın. Hamarlamağa. Döyəclədim, çəkicdən işimi bitirdim. Götürürəm nəyi? Taxta tirciyimi. Onunla bunun səthin hamarlayıram. Vsyo. Ramal bir metal məftil götürüb, metal məftil. Onu nə etsin? Onu mismarlar arasından çəkib düzəldə bilməyib. Bu məftil haqqında bir doğru fikir əli sürün. O nazik metallarda olurdu. Yəqin ki, qalın metal götürüb. Hə, metal yox, məftil demək istəyirsiniz yəqin. Məftil. Aha, məftil, bəli. Çünki bugünkü danışdığımız o mövzuda məftillərdəndir də. Mən həm də metal necə mismar arasından keçirdim. Hə, metal təbəqəni keçirdə bilmərəm. Bəs yaxşı. Bir sualda Ramal bir məftil də götürüb. Bunu nə edib? Silindrik sağanağın çevrəsi boyu çəkib düzəldə bilir. Bəs yaxşı, bu məftili başqa hansı üsullarla düzəldə bilər? Hansı o düzəltmə lövhəsi üzərində döyəcləməklə də eləmək olar da. İndi sualıma Yox. dəqiq qulaq assınız. Yox, hamı səsi bağlasın, tezkən heç kim səsi açmasın. Sualımı bir də təkrar eləyirəm. Demək ki, Ramal bir məftil götürüb. Onu silindrik sağanağın çevrəsi boyu çəkib düzəldə bilib. Bu məftili başqa hansı üsullarla düzəldə bilər? Onu bilmədim. Aha, indi yaxşı. Eyvah. Yox, heç kim demir. İndi mənə deyin görüm Səyali müəllimə. Silindrik sağanağın çevrəsi boyu çəkib düzəldə bilibsə, bu necə məftildir? Nazik, yumşaq məftil. İndi nazik məftil başqa hansı üsullarla düzəltmək olar? Dedik cərgələrlə vurulmuş mismarların arasından keçirməklə, Bəli. çəkiclə döyməklə. Yox, çəkiclə döyəcləmək nazik məftil idi. Onları qarışdırırsınız ha. Mən cərgə ilə vurulmuş mismarın arasından keçirtməklə. Bir də məngənədə sıxılmış tircik arasından keçir. Məngənədə sıxılmış Məncə də dərsidilmiş sağlamaq. O da var idi. Aha. Demək, nazik məftil üç üsulla. Mismar arasından keçir, düzəlt. Məngənədə sıxılmış tircik. Aha. Tirciklərin arasına bir də sağanaqda çevrə boyu. Bəli. İndi sualımız da belədir ki, bu sağanağın çevrəsi boyu çəkib düzəldə bilib. Deməli, burada iki məqam sizdən. İki sual cavab verilməsi əslində bir dənə test olsa. Həm məngənədə düzəltmək olar, həm də mismarların arasından keçirmək. Bəli. Biz birinci düşünməliyik ki, silindrik sağanağın çevrəsi boyu çəkib düzəldə bilibsə, bu deməli nazik məftildir. Bu birinci cavabı tapacaqsınız, sonra da bunu digər üsullanın. Yaxşı. Ramal bir məftildə götürüb, bu məftili düzəltmə lövhəsinin üzərinə qoyub, çəkiclə döyəcləyib, düzəldə bilib. Bu məftili başqa hansı üsulla düzəldə bilər? Bir dənə sual təkərləyən fikrim yayındı. Yaxşı. Məftili düzəltmə lövhəsinin üzərinə qoyub, çəkiclə vurub, düzəldə bilib. Bu məftili başqa hansı üsulla düzəldə bilər? Taxta çəkicə təbəqənin üzərinə qoyub Düzəldə bilib. döyəcləyib düzəldir. Aha. Başqa hansı? Başqa hansı üsulla düzəldə bilər? Taxta tirciklə hamarlaya bilər də.
Taxta türküçlü. İndi sizə sualım var. Düzəltmə Hı hı. lövhəsinin üzərinə qoyub, çəkiclə Hı hı. vurub bu məfdili düzəldib. Bu necə məfdildir? Deyin görüm. Düzəltmə qalın məftil. Aysa. İndi qalın məfdili başqa hansı üsulla düzəltmək olar? Yastağız kəlbətinlə, yastağız Hmm, kəlbətinlə. bəli, Makul. bəli. Bəs niyə qarışdırırsınız? Bu Hmm? mövzu yaralı yerimdir mənim. Yo, yo, niyə ki? Bax, özə mən bu mövzuda da inanın ki, heç bir təlimçi mənim qədər bu mövzunu o tərəfə bu tərəfə çevirmir ha. Özə bu mövzudan bir neçə il əvvəl mən situativ suallar paylaşanda bunu belə düzəltdi, düzəldə bilmədsə hansıdır, hansıdır? Başladılar digərlərdə bu tipdə suallar tərtib eləməyə. Heç bir təlimçi o tipli suallar paylaşmırdı, inanın mənə. 1-2 il əvvəl mən ödənişsiz qrupda paylaşdım 1-2 sual bu mövzudan bağlı. Aha, bütün təlimçilər başladı artıq bunu belə düzəltsə hansıdır? Yəni elə suallar verirəm. Haqlısınız. Yəni mən o situasiya tipli sualları bu 5 ildə ilk sizdə görmüşəm. Ay, sağ İlk sizdə Etirafınız üçün görmüşəm. təşəkkür eləyirəm. Ah, bəli, Hələ bəli. orada mənim miqdə eləncəsinə düşmürdü. Hı Miq hı. insanlar o tipdə düşmürdü, amma siz şəkilləri də hətta paylaşırdınız. Bir də bu situativ tipli sualları da hazırlayırdınız. Doğrudur, doğrudur. Hələ miq Bəli, elə, bəli. hələ miq Mənim belə də xoşuma situasiyanı gəlir. dərin. Aha, Siz necə? demişkən, yaxşı mənada çürüyün çıxardırsınız. Ay, sağ ol, Adamın deməyin. xoşuna Yəni gəlir. məncə Bəli. miqin suallarını hazırlayanlar da sizdən. Aha. Ancaq çox çətin hazırlamayın. Ona görə çox çətinləri paylaşmıram. Ona görə çox çətinləri paylaşmıram. Demək, bəli, hələ kimin gözü belə o dərəcə situasiyanın dərinliyinə getməyində mən gedib paylaşırdım. Amma biriksin belə indi hərdən deyirdim də, qoy paylaşım ödənir sizdə. 3 gündən sonra bütün təlimçilər başlayır. Sonra deyirlər ki, biz hazırlamışıq, amma nəysə. Demək, indi Sayəli müəllimə gəlin bir-iki sual da verim. Necə ola bilər ki, biz bunu başa düşməyək? Təzədən bir sual. Digər müəllimlər orada cavablasın. İndi Ramal bir məftil götürüb yenə. O bəlkə də ajans içimizdədir, hə Mehriban müəllimə? O Şabanda deyir, ajans öz içimizdədir. Demək, nəysə, imtahana qoy gedək sağ-salamat çıxaq da imkan verin. Neynəmək fikriniz var? Ramal bir məftildə götürüb. Bu məftilin Tamam yastağı, məsələn ağır gəlir, 50-yə keç. əli yaxşı olsun əli. Əli bir məftil götürüb. Bu məftili nə etsin? Nə etsin? Hansı versiyanı deyim? Yastağız kəlbətinlə sıxıb düzəldə bilib. Bu məftili başqa hansı üsulla düzəldə bilər? Düzəltmə lövhəsi üzərində çəkiclə döyəcləməklə, çünki qalın məftildir. Şükür, şükür. İndi çatdı sual, hə? Bəli, bəli. Ay, sağ ol. İndi bir sualda. Ramal bir məftildə götürüb, bu məftili nə edib? Tirciklər arasından çəkib düzəldə bilməyib. Bəs bu məftili hansı üsullarla düzəldə bilər? Düzəldə bilməyibsə, yenə qalın məftildir də. Yəqin düzəltmə lövhəsi üzərində və yastağız kəlbətinlə. Şükür. Bəli. Deməli, nə oldu? Sağanaqların hansı növü var? Aytən müəllimimiz bayaqlar saydıq. Elə bir şəklini də göndərmişdim. Aytən müəllimə baxmamısınız? Aha. Deməli, Eldə. doğrudur. Dairədir, prizma şəkli. Prizma şəkilli, üçüncülü fiqurlu. Bəli. Doğrudur. Yaxşı, bir sual da verin, möhkəmləndirək, sonra sizdən sağollaşaq. Deyin görüm, deyin görüm. Müəllimə beynimizə yerdir, qəşəng yadda qalır, nə gözəl. Ramal bu dəfə də bir məftil götürsün. Bu məftili nə edib? Bu məftili nə edib? Mismarlar arasından çəkib düzəldə bilib. İndi bunu hansı üsullarla düzəldə bilər? Başqa digər üsullar. Düzəldə bilibsə, məngənədə sıxılmış tirciklər arasından keçirə bilər. Bir də sağanağın çevrəsi boyu dartmaqla, çünki nazik yumşaq məftildir. Ay, sağ ol, şükür. Ərazini tərk eləyin. Demək, belə, siz də sağ olun. İlahə müəllimə, 1-2 müəllimi də sual-cavab verəcəm bu üç mövzudan. Bilirsiniz, indi sınağımız var deyə çox sual-cavaba gedə bilmirik daha. Yoxsa qayıdacaqdım 5-in əvvəlki mövzularına və s. Sınağa vaxtımız qalmalıdır. Çünki Mən beyin olmaz yandı. yerdə istəyəyim. Bəlkə müəllim. Evdə işləmək istəyirsiniz? Mən həmişə Olmaz. canlı Bəli, işlədim. müəllimə. Hərdən bir olur ki, dərsi işləmək istəsəm mənim üçün Yox, problem yox, yoxdur. çox Göndərirəm, yorucu evdə olur. işləyərsiniz. Hə? Burada işləyək, yazanlar var. Hə, yazanlar var. Yəni evdə işləyək. Canlı işləyək. Vaxt qoyacağam. Çünki bizim saat 8-də kurikulum var. O biri qruplarda görürəm elə bir neçə müəllim olur ki, artıq 3-4 müəllim, 4-5 müəllim də nə bilim sınağı da 2 saatda işləyib bitir. Düzdür, mən dərsim olmayanda gözləyirəm. Sözünüzü böldüm müəllimə. Deyil. Sınaq, yəni onu ekranda paylaşacaqsınız müəllimə? Yoxsa Göndərəcəm necə indi WhatsApp-a, yox, göndərəcəm WhatsApp-a. Hamı girəcək, burada görüntünü də çox açıq qoymalıdır. Kimin imkanı varsa görüntünü açıq qoyacaq ki, görüm kitabdan köçürmürsünüz. Müəllim, Yəni mən hesabladım. 50-nin 50 oldu yəni. Bir də mən varam da oldu 51.
Necə tam başa düşmədim ki, müəllim. Həm rəylərə baxdım demək olar ki, 50-50 oldu. Vaxtınız çox olmayıb. Rəylər deyirəm müəllim o Hə, sınavla bağlı. rəyləri deyirsiniz. Mən tam başa düşməmişəm. Hə, rəyləri deyirsiniz. İşləyək də burada. İşte kim yorğun olsa ev yox, evdə işləyər. Yaxşı, kimin çox beyni yüklənibsə evdə işləyər. Çıxar İşləyəm. sınav işləməz. Amma olar ki, görüntünü açmayım. Çünki onsuz da əlimin altında heç bir şey yoxdur, Yaxşı, yəni. olar. Gəlin bir-iki Çox müəllimə sağ. sual cavab eləyim. İlahə müəllimə açın səsi. Bir-iki, heç olmasa bir müəllimdə. İlahə müəllimə də sonra biraz burada sual yarışı keçirdirik. 5-dən təkrar. 6-7 dəqiqə sual yarışı keçir. Biraz təkrarlayıb keçirik sınağa. Yaxşı, yoxsa sınaq olmasa bilirsiniz də dərs boyu mən bütöv sual cavab eləyirəm. İlahə müəllimə sizdən nəyi soruşaq? Bizə deyin görək, nə deyin? Dedik, nə dedik? Katanka hansı dəzgahlarda əldə olundu? Prokat dəzgahlarında prokat üsulu ilə. Yaxşı. Daha nazik məftil hansında? Daha nazik məftil alınır çəkmə üsulu ilə. Çəkimi üsulu ilə. Amma nazik təbəqə metal. Nazik təbəqəli metal. Prokat. Prokat dəzgahını, bəli. Metal dedik ya. Sadəcə bir əl parçası boyda misal üçün metal nəzərdə tutun. Doğru. Bizə deyin görək nəyin? Onu yox. Tənəkənin qalınlığı nə qədər oldu? 0,2, 0,5. Nazik təbəqə metalın qalınlığı nə qədər olur? 0,2 millimetrə qədər. 0,2 yoxsa 2? 2 millimetrə qədər. 2 millimetrə qədər doğrudur. Bizə deyin görək, metal təbəqəni düzəldirəm. Düzəltmə zamanı nələr lazımdır? Çəkic lazımdır, taxta, metaldan və taxtadan çəkic lazımdır. Bir də ki, düzəltmə lövhəsi. Düzəltmə lövhəsi, bir də hamarlamağa xidmət eləyən Tiricik lazımdır, tiricik lazımdır. tircikdir. Nazik təbəqə metalda qabarıqlıq var. Təbəqə metalında qabarıq var. Mərkəzdən kənara yoxsa kənardan mərkəzə necə döyəcliyim? Kənardan mərkəzə doğru. Kənardan mərkəzə. Nədən döyəcliyim, nədən hamarlayım? Döyəcləyirik taxta çəkiclə, hamarlayırıq taxta tiriciklə. Düzəldilmənin keyfiyyətini yoxlamaq üçün bizə nələr lazımdır? Xəttkeşdən istifadə, xəttkeşin tilini qoyuruq. Doğrudur. İşıq görünür, ona görə keyfiyyətini yoxlayırıq. Bəli, o da bilirik də, məsələn, bu düzəltmə lövhəsinin üzəri səthi tam düz olur. Hə? Bu da mənim o əyri məftilim idi, mən bunu düzəltmişəm. Bu düzdür, bu da mənim məftilim. Deyir, bunu qoy bunun üstünə. Ta ki, bir dənə də xəttkeşin tilidir bu. Qoydum bura. Əgər işıq axını çox düşürsə nə olacaq? Deməli, bunun özündə əyrilik qalıbdı. O qədər keyfiyyətli düzəltməmişəm. Bir sual da hardan gəlsin sizə? Bizə deyin görək, Çilinger Verstakın hansı hissələri var idi? Çilinger Verstakının metal karkasdır, qoruyucu tordur. Bir dəqiqə qızım, bir dəqiqə. İlahə müəllimə, üzrlü sayın bir dəqiqə gözləyin. Gəlmişdi, ona görə dedim. Aha, davam. Çilinger Verstakının hissələri metal karkasdır, qoruyucu ekrandır, stol üstüdür. Alətlər üçün yeşikdir, məngənədir, bir də oturacağı var. Kombinə edilmiş nə fərqi odur ki, alətlər üçün yeşik yoxdur. Əla. Bəs mənə deyin görüm, Xarrat Verstakında hansı hissə idi? Həm altda, həm üst hissədə var idi o. Xarrat Verstakında nov. Nov? Yazıqlar olsun. Nov idi onun adı, yoxsa nə idi? Pas. Paz idi. Pas. Gəldik, axırında korladıq. Ya, sizinlə də bu qədər. İndi nə edək? Gəlin, saat sizdə salın. 7-yə qalır 16 dəqiqə, hə? O 6 dəqiqəni 5-dən qarşılıq suallar verirəm. Burada yazırsınız, sonra keçirik sınağa. Tez və dərhal, biraz təkrarlamış olacaq. Sual yarışı keçirdək. Deməli, tez və dərhal hardan başlayaq? 5-ci sinifdən keçdiyimiz mövzulardan. Nə keçmişik, hardan keçmişik? Deyin görüm, başlıq uzunluq diametrdən ibarətdir. Anlayışlı set çıxardım. Başlıq uzunluq diametr. Başlıq uzunluq diametr deyəndə təyinatına görə nə götürəcəyik? Mismar, doğrudur. Deyirəm ki, nədən onu yox. Ən geniş yayılmış şurupun başlıq forması. Geniş yayılıb bu. Aha, bax onu keçən dəfə demişdim. Gördüm ki, yanvar müzakirə qrupu dolub. Bir 6-7 nəfər göndərib. Müəllimə, burada niyə yarım gizli, niyə? Onu elə keçən dərsdə demişəm ha. Girmişəm yanvar qrupu ancaq o sual atıb. Demişdik köhnə kitab yarım gizli idi, yeni kitab gizli. O sual isə köhnə kitab əsasən salındığına görə orada cavab yarım gizli çıxıb. Vətəndaş, biz onu keçən dəfə dedik. Yeni kitab əsasən gizli, bəli. Köhnə kitab elə deyirdi, yarım gizli. Tez və dərhal PVA. Ağ rəngdə qatı maye halında idi, dedik. Bu təbiidir yoxsa sintetik mi? PVA.
PVA hansına aid olsun? Doğrudur, doğrudur. Yapışqanı çəkdim, detalın səthinə neçə saat gözləməliyəm və ya da ki, neçə dəqiqə gözləməliyim? 3-4 saat gözləyim, yoxsa 2-3 saat? Bəlkə də 2-3 dəqiqə. 3 dəqiqə idi müəllimə. 200 Hoxması dəqiqə. üçün 2-3 dəqiqə lazımdır. Bəli, bax, hopma deyəndə burada saatdan söhbət gedə bilməz. Özüm qəsdən saatı da deyirəm. Çünki bilirəm ki, elə müəllim 3-4-dən 2-3-ü qarışdırır. Amma desək Həlledici qalanda. bəli, amma istifadəyə yararlılıq deyəndə onda saat götürün, 3-4 saat. Aha, dəqiqədə bəli, əlbəttə ki, bir neçə dəqiqədə canına çəkəcək. O hansı diril idi ki, dedik ki, orada dişli mexanizm var idi. Dişli mexanizm. Dişli mexanizm hansında var idi? Mexaniki əl drilində yaxşı olsun. Bəs birdən sizə deyir ki, nə desin? Qəlib, bıçaq, paz və dəstəkdən ibarətdir. Anlayışı siz çıxardın. Qəlib, bıçaq, paz və dəstəkdən ibarətdir. Aha, yonucu Zərfə alətlər. verilən dəfədən. Aha, Bütün yəni yonucu alətlər. hı Bunlar -hı, var. yaxşı. Müəllim əlim Mən necə yorucu təbrik yazırdım, mən yaza bilmədim. Hə, yaxşı. Müəllim əlimi səbri satmır, səslə cavablandırır. Mənə Yazdım müəllim, daha ətraflı demək üçün elədim. Yoxsa yaxşı. Birdən sizə deyir ki, hansını desin? Hansını desin? Dedik onun milli yan divarda bir tərəfə bağlı deşiyə quraşdırılır. Hansı furniturdan söhbət gedir? Onun milli yan divarda bir tərəfə bağlı deşiyə quraşdırılırsa, bu rəf saxlayıcıdır. O hansı tərtibat idi ki, oduncağı müxtəlif bucaqlar altında kəsməyə xidmət edir, müxtəlif bucaq altında. Doğrudur, mişarlama qutusu olsun. Qalınlığı 100 mm-dən az, eni qalınlığından 2 dəfə az olan mişar materialı. Qalınlığı 100 mm-dən az, eni qalınlığından 2 dəfə az olan mişar materialı hansıdır? Aha, tircikdir. Bir sual da verim. Hardan? Dedik ki, büdcədə o planlaşdırılmış xərclərə pul vəsaitinin çatışmayan hissəsi. Bu necə adlanır? Çatışmayan hissə. Bəli, büdcə kəsiri, təsərrüfatın qayda qanunlarla idarə edilməsi, təsərrüfatın qayda qanunlarla idarə olunması necə adlanır? Qısa-qısa başlıqlarını yaza bilərsiniz, amma bütöv yazın. Təsərrüfatın qayda qanunlarla iqtisadiyyat doğrudur. Ev təsərrüfatının onu yazsanız ona çox vaxt gedəcək, onu da soruşmuram. Ya soruşaq da. Ev təsərrüfatına desək ki, sizə hansını soruşum? Hansını soruşum? Onu qısa yazarsa eyb yox. Ev təsərrüfatına nələr daxildir? Ev təsərrüfatına nələr daxildir? Pul yazmısınız. Əmlak. Bir də nə idi? Alətlər. Yaxşı, doğrudur. Ev təsərrüfatı. Amma idarə olunması üzrə deyəndə orada gördüyümüz işlər, onu soruşmuram, daha yazmayın, çünki ona çox vaxt gedəcək. Bir-iki sual da deyək. Qapıları bərkidən furnitur hansı idi? Bərkidir o furnitur. Aha, doğrudur, həncama. Qol budaqlar, zoğlar nə üçün budanır? Qol budaqlar, zoğlar pomidorda nə üçün budanır? Məncə bəs eləyir, qus sınağımıza vaxtımız qalsın. Yetişməni yubadır. Bol məhsul azaldır. Doğrudur, bu qədər kifayətdir. İndi yanvar qrupunun müəllimləri qalır, o biri qrupun müəllimləri ərazini tərk eləsin. Tez və dərhal. Çünki sınaqda bir qrup o bəli çıxın. Çünki sınaqda bir qrup o biri qrupu dinləyə bilməz. Müəllim, axşamınız xeyir. Axşamınız xeyir, axşamınız. Sonra sizi tapa bilməyəcəm. Zəhmət olmasa kart atarsın şəxsiyə. Kartım bütün qruplarda var. Yaxşı. Yadıma Qrupa salarsın. girməyə başlayın. Finansı işdə çoxdur. Yaxşı. Demək, belə gedək deyirsiniz. Bəli, bəli. Mədəni surətdə sizləri qovuruq. Digər qrupun Sağ olun müəllimləri müəllimə, mədəni surətdə tutaq. Bəli, bəli. Üzü sulu şəkildə gedin, hə? Gedək, hə, üzü Ay, sulu. sağ ol. Sağ olun, gecəniz xeyrə. Xeyrə Uğurlar. qal. Sağ olun. Ol, Kimdə o deyir, sağ olun. bəlkə qalaq. Yox, qalmayın, çıxın. Tez və dərhal, tez və dərhal. Sınağın linkini. Sınağı o biri qruplar işləyib. İndi deyəcəm, sınağı göndərirəm yanvar test qrupuna. İndi nə edirsiniz? Yanvar qrupunun müəllimləri. Gedə bilmirik. Çıxın çölə Səkinə xanım müəllimə deyir, gedə bilmirik. Demək, belə. Aha. İndi hamı keçir. Baxsın, ekranı qoyursunuz qırağa. İndi o biri müəllimlər qaydanı bilir. Kimlər bilmirsə, ekranı əlinizdən verin, qalsın qıraqda, keçin WhatsApp-a. Yanvar test qrupuna keçin. Yəni çıxmırsınız da, buradan Zoom-dan çıxmırsınız. Yaxşı. Yəni yanvar qrupu çıxmır, o biri qruplar çıxsın.
Zəhmət olmasa qaydaları pozmayın, yoxsa bir də link göndərməyəcəm ha. Bax, indi yoxlayacağam bir-bir. Digər qrupun müəllimlərindən görsəm, bir də qrupun linkini paylaşmayacağam. Bax, indi bir-bir sınağı göndərəndən sonra yoxlayacağım. Görüm kim var burada. Oktyabrdan, noyabrdan. Hamı çıxsın zəhmət olmasa. Aha, deməli belə. İndi nə edirik? Yanvar qrupunun müəllimləri. Kim görüntünü aça bilirsə, zəhmət olmasa görüntünü açıq qoysun. Kim görüntünü açıq qoya bilirsə, açıq qoysun. Müəllim yəqin ki, kayıt etməz də elə deyil. Yox, sınaqdan sonra dərsin kaydını dayandırıram. Hə, İndi dayandıracağım. Bir də burada başqa, yəni müəllimlər yoxdur, yalnız yanvar Grupa giririk. Giririk. yanvar testi indi Yanvar sınaq test. göndərəcəm. Narahat olmayın, mən nöqtə atım tapacaqsınız oranı. Yanvar test qrupu. Yanvar. Görün bir dəqiqə profilə nə şəkli qoymuşduq yanvar test qrupunun. Qoy mən dərsin kaydını burada dayandırım. Bir son sözümü deyim dərsimizə qoşulmayan müəllimlər üçün. Müəllimlər, burada işlətdiyim testləri yanvar test qrupuna göndərirəm. Kimlər sonradan bu kaydı izləsə, sınağı işləməyibsə, sınağı işləyərsiniz. Kitab dəftəri bağlayıb, köçürtmədən, özümüzü aldatmadan işləyib müzakirə qrupuna yönləndirərsiniz. Dərsi sonlandırıram burada.